Axşamınız xeyir olsun, hörmətli izləyicilər. İyul ayının 2-də Ordubad rayonunun TV kəndindən sizləri salamlayıram. Hava günortadan sonra sərin keçir. Hava buludlu, nəhəsir. Ayhanı göydə axtarırdım, yerdə əlimə düşübdü. Meylin salıb orağa. Oraq bundan ayrı yaşaya bilir, Ayhan oraqsız yaşaya bilmir. Niyə bu qədər həvəslənmirsən ki, ot qoymadın bağda, baxçada hamısını biçdin, özü də tərtəmiz biçmisən. İstəyirsən ki, bu otları da biç. Oraya nəhləri atın. Dik duran otları biçə bilərsən. Deyik ki, onu sən biçə bilərsən. Gərək əl vurmuyorsan, əl vurdun dalayacaq. Buna iynəyə ata bilərəm. At. Buzaqlar yiyər. Nə istəyirsən at, yeyəcəklər. Ancaq bu ceykanlarda kəli töh yerə. Yeni sözdür leksikomumda. Kəlimək. Əl vurmadan vurub qırıb tökürsən yerə, buna kəlimək deyirlər. Oraqla da kəlimək olar, bellə də kəlimək olar. Dəryazla da. Demişdik, dəryaz düzəldəcəyi sapın tapmışam. Tiyəsini də tap. Birləşdirək, gəl biç. Yəqin sana 2-dən çıxdığındır ki, bu qədər ot biçmisən. 20 dəqiqə olmaz. 20 dəqiqəyə bir vafa biçən oğlan bir sanada 3 vafa biçər. 1 saat. Kainatın sirrini çözdüm mən. 1 saat 20 dəqiqədə onda bir dənə tayarım. Nə idi? Dəriz. Nəysə, təmiz bis verimlər yesin. Olar ki, sabah tutarı çırpıb doşa bilərik, çırpmaya da bilərik. İndi baxacam, tut yaxşı yetişibsə, mümkündür doşab. Yox, yetişməyibsə bir gündə gözləməliyik, hava bizi gözləmir. Bazar gününə yağış gəlir. Zeykanları kəli. Yaxınlaşan yağış. Nənəma kəlin qoyun. Sayacı sözlərin bilirsən, oxşamalar, sayacı sözləri. Nənəma şişək qoyun, yonu bir döşək qoyun. Niyə gerisi yadıma düşmür? Tez gəl südünü saxaq, qırıldı uşaq qoyun. Bunları özümdən dedim. Düz eləyirsən, ipləri tapdın. Apar yandır. Otun içində qalsa, inək yesə qalacaq qarnında. Qarnında yox, əsasən qız gəlin yumazı deyirlər. Qat-qat olur. Orada ilişir, qalır, həzmə getmir. İnək yavaş-yavaş geriliyir. Arıqlayır, gərnəşir. Əgər keçidə bilsə onu yaşayacaq. Keçmədisə məhv olacaq. Hər ehtimala qarşı cezimləri açıblar 2 tutun dibinə. İçinin dibi boş qalıb. 1 saat müddətində də xeyli tökülüb. Ot qaşmır, gəl bura söhbət eləyək. Sənə bir neçə sual verəcəm. Yeni çəkdiyimiz axlardakı xiyarlara baxdın. Get bax, gör necə gözəl düymələnib, düzülüblər arxın yaxasına. Ehtiyatlı ol. Sən gör neçə dənədir? Birdən 10-a qədər onda daxil olmağının ədədlərin sayı qədərdir. Rəqəmlər də deyə bilərik yarısına. 10 rəqəm olmur. Ədəd seriyasına geçir. Neçə? İkisində birlikdə nə qədər olmalıdır? 55 olmalıydı.
55. Gör necə bilirəm ha. Təxminən demişdim mən də. Ehtimallarla söhbət eləyirik. Sənə bir ehtimal sualı. Bir atıcının hədəfi vurma ehtimalı 0,6, ikincininki 0,8. Bir-birindən asılı olmayaraq hədəfə atəş açırlar. Heç olmasa birinin hədəfi vurma ehtimalını tap. Heç olmasa deyirəm. Biri vurub biri vurmaya da bilər. Digəri vurub o biri vurmaya da bilər. İkisi də vura bilər. Bir 0,8 vurma ehtimalıdır. Bir də 0,6. Bəli. Onda 0,2. Bir də vuraq 0,4. Elir 0,8. Onu birdən çıxırıb. Elir 0,92. Sən bunu Bernoulli ilə həll edə bilməzdin. Bernoulli ilə deyir. Axı bir neçə dəfə atılmış, sadəcə bir dəfə atılmış. Burada böyük bir şey yox. Yayılma. Dağılma. Keşke bu tərəfə yeni suallar hazırlayıram sənə. Ayhan, sən tutun qanadın yüngül var, tərpət. Onun tökülməyindən biləcəm ki, nə dərəcədə yetişib. Gir cezimə, tərtəmiz ayaqlar. Elə yarpaqla qırılmasın. Biraz da yaxına get. Tam yetişməyib. 5-6 dəfə silkələdin. 5-6 dənə də tutdursun. Gəl. Bilir ki, iş tapşıracam, gəlmir. Ayhan, mənim nənəm kim ayaq üstə görsəydi ona iş tapşırırdı. Ona görə də baban 7 yaşına qədər yeməkləyir. Ayaq üstə durmur ki, iş tapşıracaq ona. İndi mən ki, bir adamın başını gördüm, mütləq ona bir iş tapşırmalıyım. Özüm indi gör nə qədər iş görürəm ki, bir dənəsində ona tapşırırım. Ərik tam yeməli kıvamındadır. Dişim ola ondan bir dənəsini çəkəm, dişimə şaqqa-şaq yeyəm. Şaqqıltısı gedə sarı qayıya. Dadlıdır. Sənə qurme demək olar. Fransız sözüdür qurme. Yeməklərin dadına baxır. Xüsusi bir ixtisasdır, yoxsa hər yemək zövqü olan adamı qurme kimi dəvət eləmək olar mətbəxə. İxtisas. Onlar gedib oxuyurlar. Oxumağı bilmirəm ancaq. Oxumasa necə ixtisasa yiyələnə bilər? Dənəni salma, dənə də bizə lazımdır. O dənə indi gələn orada çıxsa, buradan bir ərik də qalxsa, 5 dənə də onun ətrafında soyuq qış gəlsə, 5-dən birinin göyərmə ehtimalını tap. Daha yaxşılar var da, sən necə yiyib göylərin qırırsan? Göydən xoşum gəlir. Göydən xoşun gəlir, yerdən də xoşun gəlsin. Ondan da xoşum gəlir. Məsələn, yanağı sarılan var. Mən onu qırardım. Ev ki, dişim yoxdur. Nənən deyirdi ki, dişoz var ikən, malozu ye. Biz də tərsin fikirləşirdik ki, maloz var ikən dişozu çəkdir. İndi düz elədim. Dənə getdi cibə. Səndən indi təhməcüt oynaya bilərik. Get bir vedrə gətir, Ayhan. Sözə bax. Səndən başqa bağımızda varmı görən bir oyaq? Almanın dibindəkiləri yığ. Yaralıları, xarabları kəsib atarıq inəklərə. Yaxşılarında özümüz sox maşınında şirəsini çəkib içərik. Bugün hərəmiz 2 stəkan çəkib içmişik. Ona görə səsim belə gör çıxır.
Ayhan, sualıma yaxşı cavab verdin, ona görə sənə statistikadan suallar verəcəm. Normal paylanma nəyə deyilir? Qrafiki necədir? Grafikin deyirəm, onda özü tərifini. Öz bildiyin kimi danış. Normal paylanma statistikada hər hansı bir məlumat bazasının araşdırılması deyil. Araşdırmada o elə bir qrafikdir ki, tam mükəmməl simmetrik bir qrafikdir. Mükəmməldir, ancaq Simmetrikdir. standart meyllər arasında Meyllər. hissə var. Bəli. Birinci standart meyl arasında 68% toplanır. İki hissədən. İkinci standart meyllər arasında olsaq 95%. Üçüncü 99.7. qalanı da düşür digər kənarlara. Bəli, çox kiçik. Simmetrik bir qrafik var, zəng formasındadır. Üzü yuxarı. Yadında saxla bunu. Məsələn, harada istifadə eləmək olar bunu? Azərbaycanda kişi cinsindən olan vətəndaşların boyları haqqında. Məsələn, normal paylanmalı qrafikini düzəldə bilərik ki, medianı hara düşür? 1,70 santıma. Onun ətrafında da meyllər, standart meyllər olacaq. Məsələn, çox kənarlarda 3 standart meyllər, 5-dən yuxarı çox kiçik ehtimal var ki, məsələn 1,50 m boylar deməli ikinci standart meyldən o tərəf olacaq. Kiçik olmaz. Bizim standart meyllə Avropanın başqa ölkələrinin standart meylləri fərqlidir də. Onlarda uzun boyluq daha çoxdur. Çox deyil. Bizdə ya çox uzundular, ya çox qısadılar. Bizdə 1.70-dir o, yəni orta boy. Yəni 1.50 ondan nə qədər uzaq deyil. Baxıram eləsən 1.70-ə də oxşuyursun. 1.69 olmalısan əslində. 1 santimdə boyu uzadırıq. 69 olmayasan da Ordubadın plaka nömrəsi ilə eyni olmaz. Yaxşı, dispersiya nədir? Ədəd orta nədir? Median nədir? Moda nədir? Ən böyük fərq nədir? Statistik orta nədir? Dispersiyadan başlayır. Dispersiya ruslar fərqli bir terim işlədir. Normalda ingilislər var, aynı sözünü işlədirlər. Paylanma deməkdir elə. Nə qədər fərq eləmək? Bir daha fərqli qiymətlər alır. Dispersiya ədədi ortadan nə qədər fərq eləməkdir? Yox, meyl ədədi ortadan ədədi nə qədər fərqidir? Dispersiya mən bilən kiçiyin arasındadır. Böyüylə kiçiyin arasında açmasıdır. Bəs moda? Moda ancaq təşkilatlanır. Median? Ortada olan. Sıralanandan sonra ortada. Kiçikdən böyüyə doğru sıralayırıq. Əgər cüt saydadırsa, ortada duran ikisinin cəminin yarısıdır. Yox, tək saydadırsa, tək ortada duran mediandır, elədir? Bəs moda sıradan maksimum neçədən ola bilər? Moda Bir neçə moda ola bilər də. Məlumat bazasında 2-dən 17 var, 2-dən 19 var, 3-dən 21 var. Bunların hamısından moda demək olar. Olar. Hamısı belə olsa, bir dənə də fərqli ədəd olmalıdır ki, modalar bu qədər ola bilsin. Tutaq ki, 3.17, 3.19, 3.20, 2 dənə də 15 varsa, bunların hamısı moda ola bilməz. Bir dənə fərqli olsa, deməli, burada 3 dənə moda ola bilər. Bir dənəsi qeyri moda. Onu da məndən öyrənmiş oldun. Yaxşı, statistik məlumatları səndən aldıq. İndi gəl, bir statistik məlumat da özümüzdən yaradaq. Yanvar ayından bu tərəfə yağıntıların miqdarı haqqında. Bərçalda nə qədər düşüb? Yağıntı halında, yəni yağış halında, qar halında. Bir dənə ərik qır gəl. Meyvənin adı da yadımdan çıxdı. Fikrimdə var, ərik deyəcəm. Sözü tapa bilmirəm. Sənə ədəbiyyatdan bir soru. Klasik yazıçılarımızdan Yusif Vəzir Səməncəminliyi tanıyırsan. Azərbaycan Xalq Cümhuriyyəti dövründə yazıb yaradıb. Qan içində romanı var. Molla Pənah Vaqifin həyatından o dövrdən bəhs eləyir. Deyirlər ki, Əli və Ninonu da o yazıb. Nə dərəcədə doğrudur?
bilmirsən ona görə. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Yusif Vəzir Çəmənzəminli müsavatçı idi. Dövlət yarananda da demişdi, ilk işimiz ordunu yaratmaqdır. Azərbaycan Xalq Cümhuriyyətinin yıxandan sonra bəzi qüvvələr ondan danoslar yazırlar, mühakimə eləyirlər. Deyirlər ki, sən xalq düşmənisən. Belə səhvlər eləmirsən. O da deyir ki, bəs səhv eləmişəmsə, islah eləyin, düzəldin də məni. Səməd Vurğun deyir ki, biz xalq düşmənlərini islah eləyə bilmərik. Əli Vənino da Azərbaycan Xalq Cümhuriyyəti dövründə Əlişir, adı nə idi onun? Əlişir idi deyəsən. O orduya getmir, deyir, mən lazım olanda vuruşacam. Ruslara qarşı Gəncə körpüsündə vuruşur və həlak olur. Bu qədər taqib olunan bir yazıçı o əsəri öz adından verə bilməzdi. Çünki yetərin qədər istəməyənlər var idi. Danoslamışlar onu Sovet hökumətinə haqqında qəti həbs imkan tədbiri görülmüşdü. İndi müəllif olaraq Qurban Səid gedir, ancaq Qurban Səid adında nə bir yazıcı tanınır, nə bir elə bir şəxsiyyət olduğu haqqında sənət var. Yusif Vəzir Çəmənzəminliyə Allah rəhmət eləsin. Mənə gətirmisən əriyi? Yox, sən yeyəsən, mən yemirəm. Ayhan, sən iş dalınca gəlmişdin. Mən gəldim, sənin işindən avar elədim. Hava sərinlədir. Son zamanlar elədiyin səfər haqqında danış mənə. Bugün bir doğru hərəkət eləmişsən və yaxud ikisin. Bir dənə yanlış, bir dənəsi haqqında da fikrin yoxdur. Kurikulumda buna 3-2-1 deyirlər. İş üsuludur. 2 dənə yaxşı iş. Tezdə not düşmüsən. Oyun oynamısan. Bir dənə səhv o dənə. Oyun oynamamış. Bir dənə səhv. Bugün səhvim bəlkə yox. Dünən var idi ağır. Nə idi dünənki səhv? Linux'da elə bir komanda yazmışdım ki, bütün faillarım silinmişdi. Qovluqlarla yeyib. Geri qaytarmaq mümkün oldu. Yox. Dərs çıxartdın səhvindən. Böyük ədibimiz Hüseyn Cavidin oğlu Ertuğrul xəstəymiş 2-ci Dünya müharibəsi vaxtında da. Orduya da çağırırlar, ancaq kəskin respirator xəstəliyi vardı. Yuxarı tənəffüs yolları, ağziyərində o vaxt vərəm çox inkişaf eləmişdi. İnsanların əksəriyyəti ona yolxurdular. O xəstəliyə də kasıb xəstəliyi deyirlər. Yaxşı qidalanmadan, müalicə olunmayan adamlar həmin xəstəliyə çox yolxurdular. İrsiyyət faktoru da var ondan. Xəstəxanada onu yoluxmağa gələnlər soruşurmuşlar ki, Ertuğrul, necəsən? Deyir, dünənkindən pis, sabahkindən yaxşı. Bu deməkdir ki, səhhətim heç yaxşılığa doğru getmirdi. Dünən yaxşı idim, bugün pisəm, sabah bundan da pis olacam. Ertuğrul Cavid də böyük işlər görübdür. 18-20 yaşında vəfat eləyib. Gənc yaşda o qədər işlər görüb ki, Azərbaycan folklorunu toplayıb, xalq mahnılarını notlaşdırıb. Cəmi 18-20 yaş. Ancaq Turan Cavid 80 yaşa qədər yaşadı, bəlkə də daha çox. Təəssüf ki, Hüseyn Cavidin heç bir davamçısı qalmadı. Ertuğrul cavan yaşında vəfat elədi. Turan Cavidi də xalq düşməninin qızı kimi dışladı. Sovet hökuməti heç kim ona yaxınlıq eləmədi. Ömrü boyu da evlənmədi. Hüseyn Cavid yoxdursa, ruhu ilə biz həmvətənlərik. Bunu da Əlağa Vahid demişdi. Sağ olun, hörmətli izləyicilər, Ayhan'a nə qədər istəsə söhbət eləyə bilərik. Çünki istənilən mövzudan başı çıxır. Ona görə danışmırıq ki, bugün. Sabaha da bir şey qalsın. Hamısını bugün desəm, nağlı qalmaz sabaha. Bu da bir nağlı olsun. Sağ olun, hörmətli izləyicilər. Ayhan da son sözləri, sağollaşmanı deyəcək. Videomuzu yekunlaşdıracaq.
Sağ ol. Əl hərəkətin var idi sənin, ya Bozqurdu idi, ya Azərbaycana xidmət eləyirəm. Ya bugün fərqlisən. Ona nə deyirlər işarəyə? Hər hansı bir işarəyə nə deyirlər? Simgə, jest yapdın. Sağ olun.